8000 pul yatırmışam, səhər durub görmüşəm ki, saytı girmək olmur. İnvestisiya layihəsi adı altında virtual biznes oyununa qoşulub gəlir əldə etmək istədi. Külli miqdarda pulundan oldu. Əvvəlcə $5 onlayn bina alıb, günlük müəyyən məbləğdə gəlir əldə edib. Sonra yatırım məbləği artdıqca gəliri də artıb. Bir gecədə isə bütün pulları yox olub. Sadəcə 5-10 manat artıq qazanmaq üçün, yəni belə bir şey başladım ki, az miqdarda başladım, gördüm həqiqətən qazanmaq olur. Yəni birinci başlayanda şirinləşdirirlər, yəni pul çalmaq olur. Ondan sonra axırı yaxın 8000 qoyandan sonra $12 limit qoydular mənə. Yəni $12-dan artıq çıxartmaq olmaz. Belə ondan sonra bir də gördüm ki, sayta hesabsız girmək olmur. Adının efirdə çəkilməsini istəməyən zərər çəkənin 26 yaşı var. Deyir ki, heç vaxt belə oyunlara aldanmazdı. Ta ki illərdən bəri inanıb izlədiyi, 1 milyondan artıq izləyicisi olan YouTuber bu oyunu reklam edib, ondan gəlir əldə etdiyini açıqlayana qədər. Bir sayt paylaşdı, hansı ki, investisiya layihəsi adı altında. Mən də həmin bu sayta giriş elədim. Bu sayt elə bil ki, burada binalar var. $5-dan $2000 qədər binalar var. Öz şəhərinizi qurursunuz. Hər binalar da həm gündəlik, həm də aylıq qazanc gətirir. Mən də buna aldanıb həmin sayta giriş elədim. Hardasa 3 ay bundan qabaq. Az miqdarda pulla başladım. Bundan sonra gördüm ki, yəni həqiqətən də pul çıxartmaq olur. Sonra belə artırdım. Hardasa 8000 pul yatırdım ora. Daha da artırdım binaları. Ondan sonra da sayt bağlandı. Hüquqşünas Şamil Paşayev isə deyir ki, onlayn investisiya yatırtmaq istəyən şəxs reklamlara aldanmamalı, informasiya texnologiyaları sahəsində biliyi olan şəxslə, həmçinin hüquqşünasla məsləhətləşməlidirlər. Bilə-bilə yalan ürün, yalan məhsul, yalan xidmət reklam eləmək. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb ola bilər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Xəzər xəbərə bildirildi ki, vətəndaşlara sosial şəbəkələrdə müxtəlif şirinlikləşdirici Pul Qazan adlı oyunların oynanılması təklif edilir. Amma zərər çəkənlər bilmirlər ki, bu onlar üçün növbəti tələnin başlanğıcı olur. Ona görə də vətəndaşlara belə vədlərə inanmamaları və diqqətli olmaları tövsiyə edilir. Aytən Fehruz Üzeyir Ağayev, Xəzər xəbər.